Salam hörmətli müəllimlər. Sizinlə yenidən tez izah ilə qarşı-qarşıyayıq. Gəlin başlayaq suallarımıza. Bu test suallarında suallar var və ardınca izahlarını vermişəm. Bu PDF əldə etmək üçün aylıq ödənişli qruplarımız var, ona qoşula bilərsiniz. Müəllim eyni mövzunu tədris edərkən hər bir uşağın maraq və qabiliyyətini nəzərə alaraq fərqli fəaliyyətlər təşkil edir. Bu yanaşma hansı prinsipə aiddir? Gəlin sualı diqqətlə analiz edək. Uşağa maraq və qabiliyyəti deyir. Dünyəvi ola bilməz. Nəticə yönümlü ola bilməz. Çünki nəticə yönümlü müəllim dərsin planını, məqsədini əvvəlcədən müəyyən etməsidir. İnteraktivlik ola bilməz, çünki bu əlaqələndirmədir. Müxtəlif məşğələləri bir-birinə əlaqələndirir. Cavab isə C variantıdır. Nə yazmışam izahında? Uşaq yönümlü prinsipində uşağın fərdi xüsusiyyətləri, maraqları və ehtiyacları nəzərə alınır. Müəllim təlim nəticələrini əvvəlcədən müəyyən edir və bütün fəaliyyətləri həmin nəticələrə uyğun planlaşdırır. Bu hansı prinsipdir? Sual 1-də dedim. Bu hansıdır? Əlbəttə ki, nəticə yönümlülük. Müəllim dərsin planını əvvəlcədən müəyyənləşdirir. Bu isə artıq dərsi daha effektiv hala salır. Nəticə yönümlülük. İnkişaf yönümlülük qiymətləndirmədir. Şəxsiyyət yönümlülük olmaz, varislik isə sadədə mürəkkəbə prinsipini gedir. Müəllim uşaqlara payız mövzusunu keçərkən həm təbiət hadisələrindən, həm riyazi saymadan, həm də rəsm fəaliyyətindən istifadə edir. Hansı prinsip tətbiq olunur? Rəsm deyir, riyazi sayma deyir, təbiət hadisələri deyir, əlbəttə ki, hansıdır? İnteqrativlik. Məktəbəqədər müəssisədə nitq qüsurları olan uşaqlarla peşəkar şəkildə işləyən mütəxəssis kimdir? Əlbəttə ki, loqopeddir. Əqli və fiziki inkişafında məhdudiyyətləri olan uşaqların inkişafının korreksiyası ilə məşğul olan mütəxəssis əlbəttə ki, defektologdur. Loqoped, bayaq dedik ki, kimdir? Nitq qüsurlarla məşğul olan mütəxəssis, dayə, uşaqlara qulluq edən, uşaqların təmizliyinə baxan şəxsdir. Tərbiyəçi, uşaqların təlim-tərbiyəsi ilə məşğul olan şəxsdir. Defektoloq da ki, kimdir? Əlbəttə ki, əqli və fiziki məhdudiyyətləri olan uşaqlarla işləyən mütəxəssisdir. Uşaqların sağlamlıq vəziyyətini və sosial statusuna asılı olmayaraq birlikdə təhsil almalarını təmin edən yanaşma necə adlanır? Sağlamlıq vəziyyəti və sosial statusuna asılı olmayaraq uşaqların birlikdə bir yerdə təhsil alması əlbəttə ki, inklüzivlikdir. İnnovasiya yenilik deməkdir, olmaz. İnteqrasiya əlaqədir, varislik isə prinsipli olmaz. Uşağın məsuliyyətli olması, başqalarına kömək etməsi və qrupda işləməyi bacarması hansı hazırlıq növünə aiddir? Əlbəttə ki, sosial hazırlıq. Başqalarına hörmət varsa, başqalarının hissini başa düşürsə, empatiya qurursa, əlbəttə ki, sosial hazırlığa aiddir. Uşağın xırda motorikasının inkişafı, hərəkət koordinasiyası və sağlamlıq vəziyyəti hansı hazırlıq istiqamətinə daxildir? Əlbəttə ki, fiziki hazırlıq. Uşaq hadisələr arasında səbəb-nəticə əlaqəsini müəyyən edir və məntiqi nəticə çıxarır. Bu hansı inkişaf sahəsinə aiddir? Səbəb-nəticə deyirsə, ümumiləşdirmə, sistemləşdirmə deyirsə, induksiya, deduksiya varsa, əlbəttə ki, nədir? İdrakin inkişafıdır. Uşaq bayram tədbirində şeiri ifadəli söyləyir, rolunu sərbəst ifadə edir və yaradıcı yanaşma nümayiş etdirir. Hansı inkişaf sahəsi üstünlük təşkil edir? Əgər şeir deyirsə, mahnı ifadə edirsə, əlbəttə ki, estetik yaradıcı inkişafdır. Biraz keçək. Uşaq 10-a qədər sayır, sadə toplama əməliyyatları aparır və say ardıcıllığını müəyyən edir. Hansı inkişaf sahəsi formalaşır? Bayaq dedim, əgər sayma varsa, səbəb-nəticə varsa, ardıcıllıq varsa, sistemləşdirmə varsa, hansıdır? İdraki inkişaf. Uşaq musiqinin ritminə uyğun hərəkət edir və mahnını emosional şəkildə ifadə edir. Bu hansı inkişaf sahəsinin göstəricisidir? Estetik yaradıcı inkişaf. Uşaq dünən, bugün, sabah anlayışlarını düzgün istifadə edir. Bu hansı inkişaf sahəsinə aiddir? Əlbəttə ki, idraki inkişaf. Fiziki inkişaf nədir? Uşağın daxili orqanların sağlamlığıdır, gigiyena qaydalarıdır. Sosial inkişaf, bayaq dedik ki, empatiya qurur, qrupla işləməyi bacarır, hörmət etməyi bacarır. Estetik inkişaf isə yaradıcılıqdır.
Uşaq musiqinin ritminə uyğun hərəkət edir, mahnıları emosional ifadə edir. Əlbəttə ki, hansıdır? Estetik yaradıcı inkişaf. Müəllim uşaqlara seçim etmə imkanı yaradır və onların fərdi maraqlarını nəzərə alır. Bu hansı prinsipdir? Əlbəttə ki, uşaq yönümlü. Dünyəvilik nədir? Dünyəvilik dünya ilə bağlı olmaqdır, dini olmamadır. Varislik uşaqların sadə, mürəkkəbə doğru prinsip ilə məşğələlər keçirilir. Nəticə yönümlü isə bayaq dediyimiz kimi müəllim dərsə əvvəlcədən hazırlanıb gəlir. İnklüziv təhsilin əsas məqsədi nədir? Uşaqları ayrı-ayrı qruplara bölmək əsla olmaz bu. Xüsusi qayğı ehtiyacı olan uşaqları təcrid etmək, xeyr təcrid etmək olmaz. Zaten inklüziv təhsil nə deməkdir? Sosiallaşmadan asılı olaraq uşaqların fiziki, əqli qüsurunun asılı olmayaraq bütün uşaqlar eyni qrupda təhsil alırlar. Bütün uşaqlar üçün bərabər təhsil imkanları yaratmaq bu qalsın. B. Yalnız istedadlı uşaqları işləmək bu əsla düzgün deyil. Əlbəttə cavab C variantı. İnklüziv təhsil hər bir uşağın birlikdə təhsil alma hüququnu təmin edir. Uşaq münaqişə zamanı qarşı tərəfi dinləyir və kompromis tapmağa çalışır. Bu hansı inkişaf sahəsinin göstəricisidir? Əlbəttə bayaq dedik, sosial emosional inkişaf, empati, əməkdaşlıq və konfliktləri həll edirsə, əlbəttə ki, sosial emosional inkişafdır. Birində eləyək. Uşaqda vətənə sevgi, milli mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması hansı hazırlığa daxildir? Sosial hazırlıq, intellektual hazırlıq, şəxsiyyət yönümlü hazırlıq, fiziki hazırlıq. Əlbəttə ki, şəxsiyyət yönümlü hazırlıq. Bildiyimiz kimi bizim 4 dənə hazırlığımız var. Dəyərlər sistemi mənəvi keyfiyyətlər şəxsiyyətin formalaşmasına daxildir. Əgər, əziz müəllimlər, bu PDF-i əldə etmək istəyirsinizsə 60 dənə sualdır və bunun kimi digər PDF-lərimizi istəyirsinizsə aylıq 10 manatlıq ödəniş qrupumuz var, ona qoşula bilərsiniz.